Salam, axşamınız xeyir olsun. Bugün isimin ikinci hissəsi, yəni isimlərin tək cəm forması haqqında danışacağıq. İsimlərin cəm formasını düzəltmək üçün sözün sonuna s şəkilçisini əlavə etmək lazımdır. Yəni s şəkilçisini əlavə etmək lazımdır. İsmin sonuna s şəkilçisi ismə aid xüsusiyyətdir. Düzdür, feillərdə s şəkilçisi də görə bilərsiniz. Feillərdə s şəkilçisi üçüncü şəxsin təkinə, yəni heç şeydə bildirməkdən ötürü orada feilin sonuna s şəkilçisini əlavə edirik. Məsələn, deyirəm ki, he lives. Buradakı s cəm şəkilçisi deyil. Buradakı s feilin üçüncü şəxsin təkinin göstəricisidir. Yəni bunun heç bir isimlə aidiyyatı yoxdur. Gəldik nəyə? İsimlərin qarşısında ən artiklı hər zaman işlənir. Tək isimlərin qarşısında. Bu bir mənasını ifadə edir. Amma biz isimləri cəmləyərkən bunun qarşısında ən artiklı düşür. Yəni sonuna s şəkilçisi əlavə olunur. Gəldik izaha ki, hansı sözlər necə cəmlənir? Söz sonluğu s, qoşa s, s, t, c, h, x, o, z hərflərlə bitən sözlərdə sözün sonuna s şəkilçisini əlavə etməkdən cəmləyirik. Sözün sonu s, qoşa s, s, h, c, h, t, c, h, x, o, z hərflərlə bitən sözlərə sözün sonuna s şəkilçisi əlavə daha doğrusu s şəkilçisi əlavə etməkdən cəmlənir. Gəlin baxaq nümunələrə. Bas avtobus deməkdir. Bas. Sözün sonu bir dənə s ilə bitibdir. İndi baxıram cəm formasına basis. Sonra glass sözü stəkan mənasında. İndi keçən dərslərdən də öyrənmişdik ki, glass sözü şüşə mənasında sayılmayan isimdir. Sayılmayan isim olduğuna görə də cəmlənmir. Amma ki, stəkan mənasında cəmlənir. Stəkan mənasında sözün sonu qoşa s ilə bitməyinə baxmayaraq, cəmlənəndə s şəkilçisi əlavə olunur. Sonra box qutu deməkdir. Cəmlənərkən oldu boxes. Bu formada oldu. İndi gəldik sözün sonu o hərfi ilə bitən sözlər var ki, sözün sonu o ilə bitsə də s hərfi ilə cəmlənir. Bunlara hansılar aiddir? Kilo kilosdur, zero zerosdur, piano pianosdur, şampu şampusdur. Bu formada olur. Bir də ki, bəzi sözlər var ki, cəmlənin forması həm s-dən də düzələ bilər, həm is-dən də düzələ bilər. Məsələn, baxaq ki, burada tornado sözdür. Sözün sonu o ilə bitibsə, s ilə cəmlənə də bilər. Baxın, burada s ilə cəmlənir. Bir də is-dən də cəmlənir. Yəni, heç bir fərqi yoxdur. Hər iki halda düzdür. Qayda 3. Qayda 3 nədir? İngilis dilində 7 dənə isim var ki, kökdən dəyişməklə cəmlənir. Bu nə deməkdir? Kökdən dəyişməkdən isim bir formasından ikinci formasına keçməyidir. Məsələn, deyirəm ki, mən. Mən kişi deməkdir. Birinə kişiyə deyilir. Amma ingilis dilində bunu cəmləyəndə men olur. Artıq hərf dəyişdiyi üçün cəmləndir. Woman qadın deməkdir. A woman birinə qadın deməkdir. Women artıq qadınlar deməkdir. Tuz diş deməkdir, tiz dişlər deməkdir. Goose giz, mouse lice, mouse mice. Amma bu mouse'un kompüter mouse'una aidiyyət yoxdur. Kompüter mouse olduğu kimi qalır. Yəni kompüter mouse olur. Sonu s ilə bitdiyi üçün s-dən cəmlənir. İndi gəldik qaydaya kökdən dəyişən isimlər. Kökdən dəyişən isimlər qəti şəkildə heç vaxt əlavə olaraq s şəkilçisini qəbul eləmirlər. Yəni kökdən dəyişdi, artıq o cəmlənibdir. Yenidən bir də s şəkilçisi artırmaq olmaz da, yəni bu yanlışdır. Sonra gəldik digər qaydalara. Gəldik qayda 4-də child və ox ismi var ki, ikisi də child birinə uşaqdır, a child, and ox-dakı birinə öküz deməkdir. Bu isimləri cəmləyərkən n şəkilçisindən istifadə edirik. Child, children, child oldu, a child oldu, children, and ox oldu, oxen, öküzlər deməkdir. Bir də sözün sonu y hərfi ilə bitərsə, iki halda mümkündür. Əgər y hərfindən əvvəl sait gələrsə, s şəkilçisi artırırıq. Y hərfindən əvvəl sait gələrsə. Məsələn, baxıram burada deydi hələ, gündür. Gündən əvvəl baxıram ki, burada saitdir. Demək, sözün sonunun hansı şəkilçisini əlavə edəcəm? S. Sonra ki, açar deməkdir. Burada sözün y-dən əvvəl gəlib sait. Sait gəldiyinə görə burada əlavə elədik, s şəkilçisini əlavə elədik. Bir də y-dan əvvəl samit gələrsə, y hərfi düşür, y şəkilçisi əlavə olunur. İndi gəlin baxaq. Məsələn, baby sözündə y şəkilçisi, sözün sonu y-dən bitib, özündən əvvəldə samit var. Baba, bu samitə görə y düşür, y əlavə olunur, olur babies. City şəhər deməkdir. S, I, T, Y, S olmayacaqdır. Y düşəcəkdir, cities olacaqdır.
Bu formada bir də sözün sonu f hərfi ilə bitən sözlər var ki, f və f hərfi ilə bitən sözlər var ki, bu sözlərin cəmlənmə formasında f hərfi v-ya keçir, sonra s şəkilçisini əlavə edirik. Məsəl üçün, lif yarpaq deməkdir də, hə? Liavi olur, leaves yarpaqlar. Life həyat deməkdir, leaves nədir? Həyat. Love bulka deməkdir, loves bulkalar. Sonra self özü deməkdir, selves özləri deməkdir. Bu formada olur. O cümlədən də baxa bilərik wolf sözünə. Wolf canavar deməkdir, cəm forması wolves olur. Sonra bir də istisna isimlər var burada da. Hansılar ki, onlar yəni dediyim kimi f ilə bitməyinə baxmayaraq elə sadə s şəkilçisini qəbul edir. Bu isimlər də bunlardır. Məsəl üçün chief reis deməkdir, chiefs reislər. Cliff qaya deməkdir, cliffs qayalar. Sonra safe deməkdir, safe. Bildiyimiz pul qoyduğumuz safe. Bunun cəm forması safest də olur, safest də yox. Bir də 3 dənə söz var ki, bu 3 dənə sözün də tək cəm forması sözün sonu f ilə bitməyinə baxmayaraq s ilə də düzələ bilər, v ilə də düzələ bilər. Yəni bunlar da bu sözlərdir. Sonra gəldik həmişə cəmdə olan isimlər. Həmişə cəmdə olan isimlər hansılardır? Həmişə cəmdə olan isimlər işlənməsindən danışaq. Həmişə cəmdə olan isimlər yalnız cəm forması olur. Yəni dediyim kimi həmişə cəmdə olur. Qəti şəkildə təkdə işlənməz. Əna heç vaxt işlənməz qarşısında. Xəbərləri cəmdə olur. Xəbərlər cəmdə olanda bax, cəm xəbərlər deyəndə həmişə yadınızda saxlayın. Cəm xəbərlər are, were, do, come, live'dir. Yəni bayaq izah elədiyim feilin sonunda s şəkilçisi olmur. Onlardan işlənəcək işarə əvəzləri zis, zosdur. Məsəl üçün, nümunə deyirəm. Gəlin nümunə yazaq. Məsəl üçün, məsələn deyirəm. Zoos children və yaxud da ki, zis polis. Bax, bu sözlər həmişə cəmdə olan sözlərdən zis, işarə vəzli, bir də zos, zətin cəm forması zos, bunlar işlənir. Gəlin, indi baxaq nəyə? 3 kateqoriyaya bölünür həmişə cəmdə olan isimlər. Bir, 2 hissədən ibarət olanlardır, sonu s ilə bitəndir, bir sonu s ilə bitməyənlərdir. 2 hissədən ibarət olan isimlər dedikdə nə başa düşürük? 2 hissədən ibarət olan isimlər o deməkdir ki, yəni 2 hissədən ibarətdir, yəni onun ikisini də istifadə edirik. Məsələn, qayçı. Qayçının bir ağzını istifadə edib, ikinci tərəfini, yəni bir tərəfini istifadə edə bilmərik də, iki tərəfli işləyir bu qayçı. Və yaxud da geyimlər olsun, pijama olsun. Pijama bir yarı geyinib, yarı geyinmək olmur. Və yaxud eynəyin yarısını taxıb, yarısını taxmamaq olmaz. Sonra, burada ən çox geyim adlardır. Ən çox, məsəl üçün, corabdır. Corab tək heç geyinmirsən ki. Qulaqlıqdır, qulaqlığın özü olsun. Sonra, qulaqlıq özü, indi deyərsiniz, ay mən AirPods-umun birini taxıram qulağıma, biri qalır qabında elə işlədirəm, amma qulaqcıqdır, 2 hissədən ibarətdir. Yəni, o lazım bilsəydilər, onu bir dənə istehsal edərdilər, amma bu formadadır. Sonra bir sonraki s-dən bitən cəmdə olan isimlərdir. Bax, bu isimlər qəti şəkildə cəmdə olduğu üçün əlavə s-dir, is şəkilçisidir, nə bilim, n şəkilçisidir, qəbul eləmir. Sonra s-dən bitən isimlər odur. Gəlin baxaq. Belongings, earnings, valuables, riches, wages, arms, tropes, stairs, contents, goods, bu isimlərdir. Sonra sonu su ilə bitməyən isimlər var. İngilis dilində bu sözü çox görəsiniz. Polis sözünün testlərdə çox qarşınıza çıxacaqdır. Polis sözü hər bir zaman cəmdə olur. Deyirsiniz, əmin, bəs polis sözünün təkdə olduğu hissə var? Var. Polis sözünə polisman olarsa artıq bir nəfər polisdən söhbət gedir. Amma məsəl üçün məndi, woman'di, ofisdi, car kimi sözlər olarsa polisdir. Hə, onda təkdə olur. Amma qalan hallarda polis sözü özü cəmdə olan isimdir. Sonra gəldiyi uşaqlar people sözü var. People sözü bilirik ki, adamlar, cəmaat mənası var. People sözü adamlar, cəmaat mənasında işləyəndə həmişə cəmdə olur. People sözü adamlar, cəmaat mənasını bildirəndə hər zaman cəmdə olur da. Yəni bu isim əlavə s şəkilçisini qəbul eləmir. Amma ki, xalq mənasını bildirəndə təklik bildirir. Və artıq people sözünün sonunda s görsəz, peoples məsələn bu formada.
Bu formada görürsəniz, bu səhv deyil. Yəni burada cümlənin tərcüməsinə baxın. Cümlənin tərcüməsində əgər ki xalq kimi tərcümə edirsinizsə, xalqlar kimi, onda düzdür. Amma insanlar cəmaət kimi tərcümə edirsə, onda yanlışdır. Çünki people sözü, yəni adamlar cəmaət kimi olanda qəbul eləmir. Nədir? Xalq kimi tərcümə olunanda S çəkicisi qəbul eləyir. Sonra gəldik mən, woman sözü olan tərkibli mən, woman sözü olan mürəkkəb isimlərdə. Mən, woman sözü olarsa, əgər bu sözlər mən, woman əvvəl gələrsə, əvvəl birinci gələrsə, məsələn mən driver, burada mən birincidir. Artıq ona ismin ikisi də cəmlənəcəkdir. Driver də cəmlənir, mən də cəmlənir. Mən olur men, driver olur drivers. Bu formada cəmlənir. Fərqi yoxdur. İstər woman olsun, məsələn, woman sözdə ilk gəlsə, desək ki, woman servant, qadın qulluqçudan danışırımsa, woman olacaq woman, cəmlənib məndə, servant olacaq servants. Bu formada olur. Bir də cəmlənməyən sözlər var. Bu sözlər əgər ki sonda gələrsə, yoldaşlar, cəmlənir. Bu sözlər sonda da gəlsə cəmlənir. Üzr istəyirəm. Sadəcə olaraq state cəmlənmir. States falan cəmlənmir. Burada belə görərsiniz ki, ay mən burada s şəkilsi var. Bu states o s-dan deyil də. Yəni state sözünün özünün s-sı, kökündə s-dır. Sadəcə olaraq mən əvvəldə gələrsə öncə hər ikisi cəmlənir. Mən sonda gələrsə yalnız yəni man sonda gələrsə mən olur men, son hissə cəmlənir. Bir də man men hissəciyi olan 4 dənə söz var. Hüməndir, germəndir, cöməndir, romandır, normandır. Bu sözlər qəti şəkildə man oradakı sözün kökündədir. Yəni birbaşa sözün kökündə olduğu üçün sən buna humens deyə bilmərsən. Humens deyə bir şey yoxdur. Yəni və yaxud da başqa cür düzəldə bilmərsən bunun formasını. Yalnız s şəkildə artırırsan sonuna. Yəni german yazıb, germeni yazıb qarşısına cəmləyə bilmərsiniz. Ancaq sonuna s şəkildə artırmaqdan. Sonra gəlir defisinə yazılan mürəkkəb isimlərdə əsas sözü s əlavə edirik. Yəni əsas sözə s əlavə edirik. Məsəl üçün deyirəm ki, brother in law. Law-nun mənası yoxdur. In sözündür. Brother. Brother nə deməkdir? Qardaşdır. Mən cəmliyəsi olsam brother, əsas sözün brotherdə onu cəmləyirəm. Sonra babysitter. Babysitter babydir, dayədir. Sitterdə də şeydir. Baby uşaqda, sitterdə qarğınasına qalan olur babysitter dayələr deyəndə axırıncı əsas sözümüzü artırdığımıza görə sitter sözü cəmləndi. Sitter sözü cəmləndi. Bitişik yazılan mürəkkəb sözdə, yəni sonuna s şəkildə artırmaqdan düzəlirik. Bir də gəldik həmişə təkdə olan isimlər. Nədir həmişə təkdə olan isimlər? Həmişə təkdə olan isimlər ən çox sayıla bilməyən isimlərdir. Sayıla bilməyən isimlər hər zaman təkdə olur. Sayıla bilməyən isimlər hər zaman təkdə olur. Onların qarşısına siz ana artikla artıra bilmərsiniz. Onlar s və yaxud da es çəkicisi qəbul etmir. Qarşısına rəqəm işlədə bilmərsiniz. Xəbərlər is, was, das, has, yəni sonu s ilə bitən isimlər ola bilər ki, çünki isim təkdədir, xəbər də təkdə olmalıdır. İstifadə olunacaq əvəzliklə, məsələn, zisdən zətdir. Məsələn, deyirəm ki, this music was boring. Da yerim çatmadı. Bu music sözü, music təhdədi sayıla bilməyən ismdir. Zisdəki işarə əvəzliyidir. Zisdən sonra istənilən tip tək isim gələ bilər. Yəni istənilən tip fərqi yoxdur. Bu sayılan, sayılmayan da ola bilər. Məsələn, mən burada music sözünü deyirəmsə, mən bunu ya hökmə bax, ya zis qoymalıyam, zəzət qoymalıyam, fərqi yoxdur. Xəbərində məsəl üçün was qoydum, bura is də qoya bilərəm. Məsəl üçün is boring deyə bilərəm. Bu musiqi darıxdırıcı idi və yaxud da bu musiqi darıxdırıcıdır. Bu formada olur. Yəni görsət çaşmayın. Zisdən sonra, bunu da deyim ki, zisdən, zətdən sonra fərq yoxdur. İstəsəz zis book da deyə bilərsiniz. Nə bilim, zis gold da deyə bilərsiniz. Gold, qızıl. Sayılmayan isimdir. Fərqi yoxdur. Zisdən sonra hər iki tip isim gəlir. Yəni əsas odur, zisdən sonra gələn isim hər zaman təkdə olsun. Sonra gəldik sözünüz bir də news sözü var. News sözünün bir çoxmadan bilir də news xəbər deməkdir. O xəbər kanallarında başlığında görürsünüz. News sözü sözün sonusu ilə bitməyinə baxmayaraq cəmlənməyən isimlərin sırasındadır. Səbəb də onun sayıla bilməyən tək isim olmasıdır.
Sonra idman oyun adlarıdır. İdman oyun adları da bilyarddır, dominodur, draftdır, şaşkidir, sonra jimnastikdir, elm fen adları da matematikdir, ekonomikdir, fizikdir. Bu kimi üzr istəyirəm. Bu kimi isimlərdir ki, yəni elm fen adları sonusu ilə bitməyinə baxmayaraq qəti şəkildə cəmlənmir. Bir də həmişə təkdə olan həmişə təkdə cəmi eyni olan isimlər var ki, bunlar qəti şəkildə S və ya Y şəkilçisini qəbul eləmir. Sadəcə olaraq biz bunu təkin cəmini necə ayırd edirik? Əgər ismin qarşısında, təki cəmi eyni olan ismin qarşısında bu 4 isimdir. Sheep, deer, fish, swine'dir. Bu 4 ismin qarşısında ən artiklı görürsünüzsə, ən artiklı. Demək ki, bu bir dənədən söhbət gedir. Sheep deyəndə bir qoyun deyirik. Deer deyəndə bir maraldan söhbət gedir. Amma siz bunun qarşısında artiklsız görəndə artıq burada cəm formadır. Yəni burada cəm olur, cəmdədir. Ona görə artıq qoyunlar, donuzlar, marallar, balıqlar. Sırf bu 4 isimdən söhbət gedir. Siz bunun sonuna heç vaxt et şəkilçisi artıra bilməzsiniz. Bu da sonra yəni burada da özünü göstərib danışdığım qaydadır. Bir dənə üzr istəyirəm. Sonra gəlir burada əlavələr var. Yəni burada əlavələr var ki, hansılar ki, məsəl üçün tetra quşu var, gross. Məsələn, onun təki cəmi eynidir. Trout var, alabalıqdır. Onun da nədir? Alabalıq, trout alabalıq deməkdir. Trout balabalıqlar. Salmon qızıl balıq deməkdir. Salmon qızıl balıq bir dənədən söhbət gedir. Salmon olanda artıq qızıl balıqlardan söhbət gedir. Bir də bəzi millət adları var ki, Chinese'dir, Japanese'dir, Portuguese-dir, Swiss-dir. Bu cəm isimlər S şəkilçisi qəbul etmirlər. Yəni bunun qarşısında ən artiklı varsa, yəni millət bildirən adlardır. Chinese bir Çinli deməkdir, amma Chinese olanda artıq Çinlilər demək olur. Japanese bir Yapondan söhbət gedir. Z artiklını artıranda Z Japanese olur. Yəni yadınızda saxlayın. Ən artiklını harda görsəniz bilin ki, bir mənasını verir. Swiss İsveçrəli deməkdir. Swiss İsveçrəlilər deməkdir. Bu formada olur. Bir də burada bir hissə var. Yəni burada inanmıram düşə. Amma yenə də baxmanız məsləhətdir. Bu da Latın mənşəli sözlərdir. Yunan Latın mənşəli köhnədən qalma sözlərdir. Bunların cəmlənməsində belə fərq var. Yenə siz yadınızda saxlayarsınız. Məsələn, bakterium sözü var. Bakterium sözünün cəmlənmə forması bakteriyadır. Bakteriya sözü artıq cəmdə olan sözdür. Kurikulum var, kurikula var. Cəmlənibdir. Datum var, data var. Medium var, media var. Yəni media sözü artıq cəmlə olan isimdir. Sonra tezis var, tezis olub sonusu ilə cəmlənibdir. Bir də sözün sonu u-sı ilə, yəni u-s ilə bitənlər sonu i ilə cəmlənir. Onunla bitənlər də a ilə cəmlənir. Bu qədərdir.